Mən uşaq olarkən nənəm televiziyada aparıcı və yaxud da müsahibə verən bir şəxsi dinləyərkən, əgər həmin şəxs davamlı olaraq parazit səslərdən istifadə eləyirdisə, nənəm mütləq belə deyərdi: "Bu adam nə pis danışır. Hər sözdən bir a, səsləri çıxardır." Hələ o vaxtlar parazit səslər termini mənə tanış deyildi. Və nənəm belə deyəndən sonra mən də gedib həmin şəxsi dinləyirdim və görürdüm ki, nənəm haqlıdır. Doğrudan da həmin şəxsi dinləmək çox çətindir. Danışığı parçalanır, çıxardığı səslər fikrimizi yayındırır. Bəlkə də həmin anda o şəxs çox vacib bir məlumat ötürürdü. Amma nənəm onu dinləməkdən imtina edir və mütləq kanalı dəyişirdi. Nənəm çox zövqlü, sözə qulaq verən, inanılmaz müşahidə qabiliyyəti olan bir xanım idi. Axıcı nitqi olan insanları bir baxışdan seçərdi. Nitqində intonasiya, ahəng, səliqə olan insanlar onun diqqətindən heç vaxt yayınmazdı. O nitq mütəxəssisi deyildi, amma çox yaxşı dinləyici idi. Yəqin ki, buna görə də nə eşitmək istədiyini çox yaxşı bilirdi. İllər keçdi. Mən ilk dəfə YouTube-da video paylaşarkən hələ o zamanlar nitq təlimçisi deyildim. Ancaq içimdə bir səs davamlı olaraq nənəmin sözlərini mənə xatırladırdı. Danışıq əsnasında parazit səslər çıxartmamağa çalışırdım. Çünki bilirdim ki, nənəm həmin videoya baxanda bu iradı mütləq mənə də bildirəcək. Bugün çox adam danışır, video çəkir, çıxış edir. Ancaq ən çox müşahidə elədiyimiz məsələ onların danışıq əsnasında çıxardığı parazit səslərdir. Bu hər nə qədər sadə görsənsə də, danışan şəxsin peşəkarlığını kölgədə qoyur. Ən əsası isə savadın, hazırlığın haqqında ilkin təəssüratı dəyişdirir. Əgər siz də danışığınızda parazit səslərdən istifadə elədiyinizi müşahidə edirsinizsə, peşəkarlığınıza xərər gəlməsini istəmirsinizsə, narahat olmayın. Nitq dərsləri sayəsində bu problemi aradan qaldırmaq mümkündür. Nitq dərsləri sizə bu yolda ən yaxşı yol yoldaşı ola bilər. Bu və bunun kimi bir çox nitq qüsurlarını rahatlıqla aradan qaldırmaq mümkündür.